Salam hər kəsə izləyicilərimiz. Bugünkü videomda sizinlə birlikdə Azərbaycan dili 7-ci sinifdən maraqlı bir tapşırıq yaratmışdım. Bu tapşırığın cavablarına bugünkü hazırladığım videoda baxacağıq. Deyir ki, şərtimizdə verilmiş cümlələrin hansı nitq hissələrinə aid olduğunu tapın. Gəlin başlayaq. Deməli, birinci suala baxaq. Deyir ki, oxumaq hər bir şagirdin borcudur. Burada baxırıq. Oxumaq hər bir şagirdin borcudur. Bu cümlə olacaq məstər. İkinci cümlədə deyir ki, gələndə dostumu gördüm. Burada olacaq fe'li bağlama. Nə etdim? Gördüm. Oxuyan uşaqlar qiymətləndirildi. Burada oxuyan uşaqlar qiymətləndirildi olacaq fe'li sifət. Dördüncüdə düşündükcə yoruluram. Burada olacaq fe'li bağlama. Nə edirəm? Yoruluram. Evə çatar-çatmaz zəng gəldi. Bu olacaq fe'li bağlama. Nə etdi? Zəng gəldi. O pəncərədən baxıb keçdi. Burada olacaq fe'li bağlama. Yazılmış məqalə çap olundu. Burada olacaq fe'li sifət. Oxuduğum kitab dəyərlidir. Orada olacaq fe'li sifət. Keçək digərinə. Deyir ki, 9-cuda sarı çiçəyi sevirəm. Necə çiçəyi sevirəm? Sarı çiçəyi. Demək ki, olacaq sifət. Sifət. Sifəti təkcə S kimi yazacağam. Deməli, 9-da oldu sifət. 10-cuda məktəbə sarı getdim. Məktəbə sarı getdimdə burada qoşma olacaq. Nəyə görə? Çünki məktəbə sarı. Burada sarı istiqamət bildirir. Yazırıq qoşma. Anam səndən sarı nigaran idi. Burada anam səndən sarı nigarandır. Bu olacaq qoşma. Demək ki, əvvəl düşünək, sonra danışaq. Burada olacaq zərf. Qızlar səndən əvvəl gəlmişdi. Burada olacaq qoşma. Kimi yazır, kimi dərs oxuyur. Burada kimi olacaq əvəzlik. Daha sonra əvəzlik olduğuna görə də 15-cidə isə deyir ki, o sənin kimi oxumalıdır. Burada kimi qoşma olacaq. Başqa adamlar gəlməsin. Burada başqa sifətdir. Səndən başqa hamı gəlmişdi. Burada başqa qoşmadır. Ana ilə oğul getdi. Burada ana ilə varsa burada olacaq bağlayıcı. Şəhərə anamla getdim. Burada lalə var. Bu olacaq qoşma. Evə tək getmə. Burada tək var. Bu da olacaq zərf. Beləliklə bugünkü videomuzun sonuna gəldik. Kanala abunə olub digər videolardan da xəbərdar olmağı unutmayın. Sağ olun, salamat qalın.